Azərbaycanda iyunun 3-ü saat 17:00 olan məlumata əsasən hazırda küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Yeni Sabah az məlumat verir ki, bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat paylaşıb. İyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətindən Yeni Sabaha verilən xəbərə görə iyunun 3-dən 4-də keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru zəifləyəcək. Havanın temperaturu gecə 17-20, gündüz 3-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir artacaq. Havanın temperaturu gecə 14-18, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 15 dərəcə isti olacaq. Əlavə edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 5-də davam edəcək.